Herkes salam değerli izleyicilerimiz. Ben Hüseyin Yahiyev. Bugün başının evin merkezinde məntiqsiz TikTok videolarından karşınızdayım değerli izleyicilerimiz. Belə videoların devamının gelmesi için kanala abone olup like atıp şərh yazmayı unutmayın dostlar. Bazarın gözde daha tez videolar çıkartmaya çalışacağım çünkü saat limitim var. Saat limitim dolmalıdır. İzleyici kütlesi yığmalıyam, abone vesaire vesaire. Neyse, söhbəti çox uzatmadan videoyu kestirəliyək dostlar. Kulağım bastı, bu ne bastı? Bu birinci. Deməli, Qaqaşın saçı yoxdur, kilərin belə eləyir. Ona qalsa. Mənim saçım vardı, gözlə. Bir çox xarşımda belə çeçenka falan saxlamıram. Normal saç saxlayıram. Bunun şorsu saçı zad yoxdur, belə eləyir. O elə bir ki, dişi atdı, erkək atı cəlb etmeye çalışır, belə. Neyse, davam edik. Belə videoların, yəni ət tökmək üçün yığmışam yəni bu videoları. Mən yığmamışım daha doğrusu, yığıblar, amma ət tökmək üçün. Bunu niyə taxıram? Qulağım baxdı. Aha, çıxdı. Bir dənə bu əski idi. Pişik bir dəqiqə sən nə deyir? Ənə var geyir. Neyse, orasını özünüz başa düşdünüz. O nətər çıxar səsə? Nətər çıxardır ha? Bu doğraşın səsi var özünün. Bazarığı var da. Neyse, onu sənə də baxarım. Nədir? Dişə bax bir dənə. Dişlərə bax bir dənə. Nə gülürsən ay Həsən? Bitirmə. Davam elə. Arxa fona fikir vermeyin. Qardaşım dökülür. Dişlər. Məzar daşına oxşuyur. Baş daşı deyilə bil. Neyse. Ət tökdük, davam edik. Ne oldu? Arka fonu çorayan Həsən, gəl bura. Gel. Belə gəl, buradan gəl. Olsun, gəl buradan gəl. Gəl da. Geleceğim da. Bu da Həsən, mənim ortanızda qardaşım, tanış olun. Arka fonda, davay bızqırt yer ver. Arka fonda hıngırtısı, səs çıxsa fikir vermeyin. Nə gülürsən ay Həsən? İmkan ver video Hoş çəkək. geldin. Videonu çəkək qutaraq, sonra gül. Neyse, davam edirik. Ay çalsın, sən baxan qızından bana. Bu qaqaşa bunu eləyən dünya, qız, gör bizə nələr eləməz. Ya belə qızın olsun, ya da bu videonu bəyən. Bu həmin videodur. Yuxarıda söyüş var. Söyüşü uşaqlar bağlayıbdı. Ona görə sansür var yuxarıda. Belə sansür olur ha. Hansı montajör qoyubdu bu sansürü? Porsche seven qaqaşlara. Qız bildiğin zebanidir da yani. O Türkiye'de var idi. Zebani kimiydi adı onun? Görüm adı yazmış. Neyse buralara bir yere şəklini koyacağım. Aha bu nədir? Staşsız veririk, depozitsiz veririk. Veririk de veririk, gəl götür. Evet. Ver de Allah şifalarını versin. Evləri yol üstüdür, kəməri bel üstüdür, evləri... Deməli belə çıxır ki, videodan bunu anladım ki, bu xanım məktəbi qutarıb, universitetə daxil ola bilməyib, qaqaş çağırıb ki, day keçib. Rayondan gəlmişəm bura. Ya 5-10 manat hörmət vereyim, bir də bizim rentakarı şeylər, sənə reklam elə. Üçün. Allah üçün avan deyəsin, ver də onu nə deyirəm ki? Maşını. Yol üstüdür, kəməri bel üstüdür. Qəşəng Porsche damaq Sen istəyir. yiyeceğini. Ay, bunu kim qoyub? Zamin buradadır. Zaminə də buradan salamlar deyirəm. Zamin haqqı var öndə. Qaqa, linsləyəcəm səni bu videoda. Sen yiyeceğini. Hə. Bir de 50 belirleyesen, bir tane de belirleyesen. Bu videonun kommentinə deməli yazmışdın. Zaminə orada bir qəşəngcə peşman edəmişim. Nəyə görə? Mənim yazdığım komment, yorum Zaminin video like'ından daha çoxdur. Nəyə görə? Zamin orada deyir ki, bizə nə edəcəyindi? Xanım deyir, hə, o hissəsini qoyacam indi.
hər sözümdən yazmışam. O hər sözünə Zaminin videosuna çox like gəldi mənim videoma. Neyse, davam edək görək nə çıxır. Mən baxmışam əslində bu videoya. Ne oldu bilmiyorum. Bak Zami. Qaqa, utanmırsanmı? Yerin dibinə girmirsənmi? Nə olsun ki balacadır? Nə olsun ki qızın boyu balacadır? Buna görə bu balaca qızla məzənməsən. Oraya heç olmaya başqa video qoyardım bana. Davam edək. Sevgilim! Zurna, qulağım baxdı. Dağ havası bunun başına vurubdu deməli, fikir verməyin. Bu qaqaşın adı yadımdan çıxdı, bilmirəm nədir. Özü film akademiyasında oxuyur, mən bilən. Əvvəl şit zarafatlar eləyirdi. Şit zarafatlar eləyirdi deyə, o şit zarafatlarla biraz kütlə yığdı, topladı. İndi də sevgilim, dağ havası udmuşam deyib anqırır. Lütfen. İnşallah tapar sevgilisi. Ağaçları doğrayıp tondan kalıp yapacağım. Ay. Mən də deyirəm görən, ölkənin 90% ağacını kim kəsir? Yəni bəzi şəhərlərə baxıram, ağaclar yoxdur, yerinə Novostroy keçir. Bu kəsilmişdi, ha. Deyir ağacları doğrayıb tonqal yandırmışam. Ay, sənin üzündən bizim oksijenimiz kəsilir. Gəlirəm Bakıya. Gözlə gəlirəm. Bakı bilsə ki, sənin kimlər qoyunda yaşayır. Söndür videonu. Sən Allah, bunu kim çəkib qaqa? Bunu kim çəkib başqa dönüm sənin? Zurna. Özünə gündə bircə saat. Bax çox yox, bircə saat. Hörmət eləsən ilə 365 də. Hətta günə bir dəqiqə eləsə, nə oldu? Qaqaşın səsinə şıx da getdi. Ha, gəldi. Ay. Ha, gəldi. Hə. Deməli, qaqaşı özünə gündə 1 saat hörmət eləsə, bircə saat çox yox. İlə 365 saat eləyir. Bu da çox böyük bir şeydir. Başlayaq ki, bu daydalarını yiyir. Ama xatı var. Xatı var. Buna bir şey eləməsəm, ürəyim partlayar. Neyse, devam edeyim. Ətimiz söktük biraz. Yüzümü dolanır. Taxarsan gözümə. Al. Mamamın diye xəbər. Devam edirik. Qırmaq lazım. Bax, bu əslində zordur. Nəyə görə? Daydaylar toydadılar, yiyiblər, içiblər, əylənlər, vəzir güldü. Dünyanın ən məsum adamlardılar. Bana sataşıp anneme şikayet ediyor. Annem de o küçük diye ona inanıyor. Geldi annem yokken sen... Ay, bu nə burundur, bu nə uşaqlıqdır. Bunların valideyni ara baxın ümumiyyətcə. Ha, bunların uşaq boyunu yerim. Biri baba, biri baba. Uğur, gör yerindən nələr çıxır. Torpağından gör kimlər çıxır. Yenə zavodu fəaliyyətdədir. Nə zavodda onu qaqalarını tutdu. Yenə o zavod fəaliyyətdədir. Üşüdmüyə. Davam edək, neyse. Zəhləndir. Buna baxmayacam heç. Qabağa atacağım. Herkes kaçıyorlar sıkırık sirenlere. Dur, sən də qaçsın şükür. Herkesin bu kazancının yarısı mənim deyil, hamısı mənim. Sadece yarısını alıp Allah vereceğim mənə herkesine. Vermək demeyen başına döyülüyor. Yerde kalan yarısını da o da mənimdir. Sadece bu dünyada mən görmək istədiyim şəraiti qurmaq üçün sizin özünüzü xaçladacaq Allah Teala onu. Daha denən ki, ay qardaş, pula ihtiyacım var. Pul verin. Əgər pula ihtiyacım varsa, baz zarafat eləməm, həqiqi deyirəm. Özü belə axmaq yerinə qoyma. Mənim videomun kommentinə yaz, əgər elə pula ihtiyacım varsa. Abunəçilərimdən, takipçilərimdən, izləyicilərimdən hərəsindən 1 manatdan atışaq. Verək bu
daydaya, ağsaqqala nə ehtiyacı var onu da görsün də. Yəni burada uzadacaq bir şey yoxdur. Mən işləməyim deyə. Sadəcə bir kəlmə göstərişimlə, bir kəlmə sözümlə mənim bu sizdə qalan var dövlətimin qalanını mən görmək istədiyim həyata çevirir. Ortalığı cənnəti burada öz əlinizlə qurdurur. Deməli bir kəlmə ilə onu hərəkətini eləyə bilirsənsə, əgər eləyə bilirsənsə, onda mən kirayədə qalıram da, onda bir kəlmə ağzından çıxar ki, bu adama bir dənə ev nəsib elə. Yəni elə bilirsənsə, cəmaatdan da pul dilənməzsən. Yəni özün də evli şəraiti yəni görünür belə videodan açığı. Bir kəlmə burax ki, evim düzəlsin. Yəni gəl burada cəmaatın başında nə olacaq olmuşsan, TikTok kəşfiyyətdən düşmürsən ümumiyyətlə. Canlıda məndən küsən qız qara profilli şəkillə bir dənə yorum yaz barışaq, həyatımı alt-üst eləyibsən. Deməli, bunun maması bilsəydi ki, bunu həyata gətirəndə bunun kimi bir də dünyaya gələcək. Ümumiyyətcə, bunun atasını yox deyərdi. İkincisi də bu qara qız kim, yox, qara profilli qız kimsə çıxsın da cavab desin də ömrümüzə girib bu. Davam edək. Vaxt gələcək, bir də mən olmayacam, nə qədər varamsa ki. Bəs telefon alanda dostunu göstərməyə Ay, bu şey deyil o, gül satan. Oktaydı, nə idi adı? Okuş deyildilər deyəsən, hə? Okuş idi deyəsən, hə? Qaqaşdır bu. Bu, nastayaşı qaqaşdır. İndi qaqaşlar kommentləri köşədə bu nədir? Bu qaqaş da biz nəyik? Neyse. İnanın ki, yanındakı bilmir ki, o yəni elsevər də, yəni elsevər olduğunu bilsə durub qaçar. Aha, son zəng günü biz. Allah haqqı deyirəm, sonunu belə gözləmirdim, yəni. Bir dəqiqə zəhmət olmasa. Bunun sonunu mən belə gözləmirdim, yəni həqiqətən. İstədim ki, bunu yorumlamayam. Nə də olsa son zəngdir da, son zəngi mən yaşamışım deyə bilmirəm necə bir şeydir. Yəni qaqaşlar yaşayıbdı. Heç nə qaqaş. Allah yolunu açıq eləsin. Pis kommentar eləməyəcəm sən. Get. Aha, bunlar nədir? Biz oğru həyatı yaşayırıq. Bu yol bizim yoldur. Quli kimlər yox. Rufon yolunu gedirik. Allah. Bla 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 bla. Deməli Rufo bilsək, bunun kimlər onun yolunda amel etdirir. İnan Allaha boş yerə yəni o yola addımlatmazdı. Özdə ki, neysə. Deməli 3 dənə Arizona kərtənkələsi var. Yox, hara getdi bu video? Düzgün. Hə, 3 dənə Arizona kərtənkələsi görürsünüz hal-hazırda dostlar. Ütü ilə cütləşmə mövsümü olduğundan öz dişi şikarlarını axtarırlar. Neyse, davam edək. Bunun başını bıraxaq. Bellərinə, belə bunun kimlərdir də elə gəlirlər, ilişirlər adam ki, qaqa, YouTube'dan video qazanırsan. Özdə pul qazanmırsan ha. Pul videodan, YouTube'dan video qazanırsan, gəlib həqiqətində belə sual verir. YouTube'dan video qazanırsan. Deyirəm qaqaş, mən YouTube'dan video qazanmıram, yox. Pul qazanmağa çalışıram, amma işləyirəm hələ ki qazanmıram. Davam edək. Özlərinin çaqqal dişindən mühərrəkləri. Belə mənim dalımla danışanların vaxtı Bir şey bunlardan multfilm var idi. Necə qulaqlı, qalar bir şəşini bayram. Bu səfər dalınızda dursam sizə sərf eləməyəcək. Özümüzdən müğayət olun. Qaqaş şalvarı çəkib vicdanına qədər, Allaha and olsun deyirəm, qaqaş vicdanına qədər şalvarı çəkibdi. Səslə də yəni heç bir uyğun gəlmir də yəni. Nəysə, yığışdır bu videonu zadı, yığışdır, sən Allah ətin töküldü. Nəysə dostlar, belə videoların davamının gəlməsi üçün, ət tökmək üçün, gələn videoda görüşərik. Özünüzə yaxşı baxın, salamat qalın. Mən şəxsən bunları yenə utandım, ət tökdüm. Yəqin ki, siz də bunu yaşadınız. Allah bunların ailəsinə, yaxınlarına, dostlarına səbir versin. Neyse, belə videoların davamının gəlməsi üçün kanala abunə olub, like atıb. Neyse, ondan özünüz bildirdiniz eləmək lazımdır, mən deməyəcəm heç sən. Görüşərik dostlar.